Bir gün padişah vəziri çağırır yanına, deyir sənə əmr eləyirəm, get dünyanın mənə ən xain adamını tap, gətir. Qarşıma çıxart dünyanın ən xain insanını. Vəzir deyir, baş üstə padişah sağ olsun. Tapıb gətirəcəyəm dünyanın ən xain adamını. Padişahın huzurundan ayrılır, gedir. Bir müddət sonra yanında bir nəfərlə gəlir, çıxır padişahın huzuruna. Padişah sağ olsun, gətirmişəm sizə dünyanın ən xain adamını. Padişah vəzirə baxır, yanında gətirdiyi adama baxır. Deyir, necə qərar verdin bunun, deyir, dünyanın ən xain adam olduğuna. Deyir, padişah sağ olsun, bu adamla rastlaşdım, deyir. Bununla rastlaşmamışdan qabaq axtarırdım əmriniz üzərinə. Bu adamla rastlaşdım. Buna dedim ki, məndən nə istəsən, onun 2 qatını sənin qonşuva verəcəm. 12 altın istəsən, 12 sənə verəcəm, 22 qonşuva verəcəm. Məndən nə istəyirsən, istə. Deyir, padişah sağ olsun, bu adam da deyir, baxdı mənə, dedi ki, mənim bir gözümü çıxart. Sonra da get qonşumun 2 gözünü çıxart. Bu davranışı üzərinə də deyir, mən qərar verdim ki, dünyanın ən xain adamı budur. İndi qardaşlar, ətrafımızda dünyaların ən xain adamlarından biriləri ola bilər. Onun üçün diqqətli olmaq lazım, bu tərz insanlardan uzaq yaşamaq.